Gördüyük əziz və dəyərli izləyicilərimiz. Uzun müddətli kanalıma hər hansı bir video atmıram. Bu da işlərimlə əlaqədar olaraqdır. Biraz çatdıra bilmirəm. İki işi bir arada görməyə çalışıram. Hal-hazırda bu gün Mətbəxin Sirləri kanalında paylaşacağım menyuya daxildir. Ev sayağı piraşki. Mən bunun tərkibini də sizə deyim. Hal-hazırda xamuru yoğurub qoymuşam. Yoğurma mərhələsini qeyd etməmişəm. Amma onu qeyd edeyim ki, xamurun tərkibində 4 stəkan, 200 ml stəkan un, ondan sonra 1 xörək qaşığı droş, 1 xörək qaşığı, yəni maya belə deyim, 1 xörək qaşığı şəkər tozu və 1 çay qaşığı duzdan ibarətdir. Onu da qeyd edim ki, üzərinə də 2 xörək qaşığı xama əlavə etmişəm və xamurumuzu yoğurmuşuq hal-hazırda. Üzərinə də paket çəkirik və paketin üzərində də deşmirəm mən. Çünki o havasızlıq içərisində onun qabarmağını istəyirəm. Daha sonra biz keçirik piraşkimizin içərisini hazırlamağa. Burada 2 ədəd orta boy kartofumuz var. Onu qaynatmışam, əzmişəm və balaca bir boyutda soğanımızı hal-hazırda doğramışam. Çox az soğandan istifadə olunur. Və soğanımızı 1-2 dəqiqə biz tavanın içərisində yüngül qızardacağıq. Yəni rəngi dəyişənə qədər qovuracağıq. Ondan sonra biz əlavə edirik bu soğanın tərkibinə və qarışdırırıq. Duz, istiot vurduqdan sonra zövqə görə istəyən keşniş əlavə edə bilər tərkibinə içliyin. İstəyən də belə mənim kimi sadə hazırlaya bilər. Baxın əziz və dəyərli izləyicilərimiz, çox az bir yağ əlavə edirik, kərə yağı olsun mümkün qədərilə və içərisinə də biraz duz əlavə edib 2 dəqiqə sadəcə soğanların yumşalmağını gözləyirik. Və hazır olduqdan sonra soğanlarımız yumşalana qədər biraz qovururuq, çox yox, 2-3 dəqiqə ərzində. Və hazır olduqdan sonra soğanlarımızı əlavə edirik içliyimizin içərisinə. Baxın əziz və dəyərli izləyicilərimiz, özünüz də baxanda zaten biləcəksiniz. 1-2 dəqiqə keçməyinə də ehtiyac yoxdur. Hər şeyi göz qararı ilə eləməyə çalışıram, amma dəqiq də resept verirəm ki, istifadə etmək istəyən xanımlar olarsa və yaxud da bəylər olarsa bu reseptlərdən istifadə edə bilsin. Biz kiçik bir orta boy soğanımızı hal-hazırda çox az kərə yağı ilə qovururuq və görürük ki, artıq rəngi dönüb, yəni bəyazdan sarımtıla doğru rəngi dəyişib və demək olar ki, bu soğan hazırdır. Çünki piraşkinin içliyinin içərisinə vurulacaq soğanın qızarmağına və yaxud da çox aşırı bişməyinə ehtiyac yoxdur. Zaten piraşkinin içərisində də özü içlik olaraq bişəcək. Baxın əziz və dəyərli izləyicilərimiz, biz soğanımızı hazırladıq və artıq əlavə etdik kartofun içərisinə və başlayırıq qarışdırmağa. Bunun içərisinə də irəyimizə görə, zövqümüzə görə, istəyimizə görə duz və istiot əlavə edirik. Bəzən olur ki, elə insanlar olur ki, tərkibində kişnişdən də istifadə edirlər və yaxud da daha çox acı biberdən və yaxud da istiotdan istifadə edirlər. Amma mən tamamilə sadə ev üsulunda hazırlayıram deyə. Tamamilə sadə hazırlayıram içliyini. Kartoşka, soğan və belə duz və istiotdan ibarət içliyimiz. Hazırladıqdan sonra isə artıq başlayırıq xəmirlərimizi kündələməyə və içliklərimizi bir-bir xəmirlərin içərisinə yerləşdirməyə. Baxın əziz və dəyərli izləyicilərimiz, bir nüansı mütləq qeyd etmək istəyirəm ki, bilirsiniz ki, adi mətbəxdə yeməklər hazırladıqda, plov süzdükdə və yaxud da digər sulu yeməkləri hazırladıqda, əgər yeməyin duzunda çoxluq hiss olunarsa, yeməyin duzu biraz normasından artıq olarsa, bilirik ki, həmən yeməyin içərisində biz hər hansı bir kartofu soyuruq, bir ədəd kartofu tökürük və kartof o duzu öz canına çəkir, həmən yeməyi duzlu versiyadan duzsuz versiyaya çevirir, belə deyim. Ona görə də biz bu içliyi hazırlayanda mütləq içliyin duzuna xüsusi fikir verməliyik. Çünki kartof biraz duzu sevir və nə qədər də duz əlavə etsək də kartofun tamını belə deyim, tam formada alma mümkün olmur. Ona görə də mütləq onun normasına diqqət yetirməliyik. Yəni mən ona görə də sizə qəti şəkildə deyə bilmərəm ki, bu kartofun içərisinə bu qədər duz qatın. Siz ən azından qatdıqca dadına da baxın, yoxlayın. Əgər duzu kifayət edərsə, sizin damaq tadınıza uyğun olarsa və o qədər duz kifayət edər də belə deyim. Hər kəsin öz zövqünə uyğun. Elə insan var ki, içliyini tamamilə duzsuz sevir, elə insan var az duzlu və yaxud da çox duzlu sevir. Ona görə zövqə görə töküb istifadə edə bilərsiniz. Artıq içliyimiz hazırdır. Biz keçirik xəmirin hazırlanmasına. Xəmirimizin də tərkibini bir daha qeyd eləmək istəyirəm sizə. Xəmirimizin tərkibində 600 qram un var. 600 qram unun içərisinə mən əlavə etmişəm 1 xörək qaşığı maya, ondan sonra 2 xörək qaşığı belə deyim qatıq, yəni xama.
Bu yağlı xama da ola bilər, normal evdə hazırlanmış bir qatıq da ola bilər. Daha sonra 1 çay qaşığı duz əlavə etmişəm və 1 xörək qaşığı da, yəni yemək qaşığı da içərisinə şəkər tozu əlavə etmişəm. Çox azdır, çox az belə deyim, 50 milliqram civarında da duru yağ xəmirin içərisinə əlavə etmişəm və xəmirimizi yoğurmuşam ilıq su ilə. Artıq xəmirimiz 2 belə deyim saatdır mayalanmaq dövründədir və yetərincə də mayalanıb. Mütləq ki də xəmirin üzərinə hər zaman belə bir paketdən istifadə edin ki, xəmirin o havası çox çıxmasın, öz buxarında, özü həzin belə deyim sizə, qabarmağa başlasın. Çünki hava daxil olduqda içərisində bəzən olur ki, mayanın sönməsi baş verir və xəmirimiz istədiyimiz kimi mayalanmır. İzləmədə qalın, zəhmət olmasa videonun arxasında mən hal-hazırda hazırlayıram və bir-bir içlikləri düzdükdən sonra praşkiləri hazırlayıb onları yenidən mayalanmağa qoyacağam və yarım saat aralıqdan etibarən isə artıq praşkiləri qızartmağa başlayacağam. Cürxodda hazırlanmış qızmış duru yağda. Baxın əziz və dəyərli izləyicilərimiz, xəmiri artıq mən paketdən çıxardım. Xəmirimiz istədiyimiz formada qabarmağa başlayıb və baxa bilərsiniz. Artıq ürəyimiz istədiyimiz formaya gəlib, içərisi saçaq-saçaq olmağa başlayıb. Xəmirin qabarmağını biz oradan bilə bilərik. Biz xəmirdən bir parça ayırdıqda artıq görürük, tərkibi saçaq-saçaq olmağa başlayırsa, həmin xəmir artıq yetərincə mayalanmış hesab olunur. Belə bir adi qab götürürük və qabın içərisini duru yağla biz yağlayırıq. Çünki biz belə deyim, xəmirlərin içliyini qoyandan sonra hazırlayıb bu qabın içərisinə yerləşdirəcəyik. Burada da mayalanmağa qoyuruq bir yarım saat civarında. Daha sonra başlayırıq qızğın yağda qızartmağa. Baxın əziz və dəyərli izləyicilərimiz, 50 qram civarında belə bir xəmir parçasından götürürük və içərisinə də 1 çay qaşığı içlikdən əlavə edib başlayırıq bükməyə. Baxın, praşkilərimizin içliyini əlavə etdikdən sonra biz düzürük bayaq az öncə də yağladığımız adi boşqaba və burada da qoyacağıq, üzərini bağlayıb bir yarım saat dincəlməyə. Gördüyünüz bu praşkilər 2 qat öz ölçüsü qədər böyüyəcək və ondan sonra biz çox praşkini yaymadan, əlimizdə uzatmadan qızğın yağın içərisinə əlavə edirik və ləzzətli, dadından doymayacağımız praşkilər hazır olacaq. Birazdan mən sizə hazır formasını da çəkib göstərəcəm. Baxın əziz və dəyərli izləyicilərimiz, artıq praşkilərimiz hazırdır, içliklərini doldurduq və əvvəlcədən yağladığımız boşqabın içərisinə yerləşdirdik. Artıq indidən görürsünüz ki, qabarmağa başlayıb xəmirimiz. Üzərinə bir paket çəkirik və qoyuruq xəmirimizi dinlənməyə. Hardasa yarım saat sonra isə artıq başlayırıq bol yağda, qızmar yağda qızartmağa. Əziz və dəyərli izləyicilərimiz, baxın biz duru yağı əlavə etdik tavaya və gözləyirik tavamızın qızmağını. Əziz dəyərli izləyicilərimiz, baxın artıq yarım saatdan çox keçdi. Göstərmişdim az öncə də sizə bu boşqabı çəkib. Artıq içərisindəki xəmir demək olar 2 qatı qədər qabarıb. Baxın əziz dəyərli izləyicilərimiz, bol yağda praşkilərimiz hal-hazırda qızarır. Hazır formalarını da mən sizə göstəreyim. Göz haqqınızı halal eləyin. Bişirmək istəyənlər, hazırlamaq istəyənlər səhifəmə daxil olsunlar, abunə olsunlar və videolarımı da izləməyi unutmayın zəhmət olmasa.